darıkmıştı. İyi. Sen boşuna dönüm, hoş mu? Ay Allah, sen babadan darıkmıştın. Ha. Kucayla babanı. Baban kucayla gidek. Çöle gidek dere. Babam kucayla gidek. Allah, bu darıkmıştı babadan. Çöle. Hani akkan? Cennet gidek de başına dönüm. Hani akkası, hani Alisi? Ay Allah. Sen babadan darıktın, babam kucayla gidek. Babam kucayla gidek. Kucayla gidek. Kucayla gidek. Hadi gidek. Kucakla babanı. Senden bir sen git. Harda da ayakkabısı düşür, yere göre harda da ayakkabısı. Bir dakikalar getir gidek. Git akkan getir. Dakikalar getir gidek. Tez ol. Harda dakikalar. Git akkan getir. Hangi akkalı? Atış kapın kapısı. Ne diyorum harda danışın. Harda da Alice'nin akkası. Sesin diyorum tez olsun. Hani? Bunlar diyor. Ha. Ana götü gidek. Tez giyiner gidek. Tez ol. Sevinir. Ana giyin gidek. Tez ol. Tut gidek. Tut. Çöle gitme istiyorsan. Vallahi. Ömrüm ki giyindirim onu. Gel. Gel. Giyiner gidek. Giyiner gidek de ana. Gel. Gel. Gidek elimizi giyiner gel akılımızı. Ay babanın hoş kılıcı. Dili gezmeye. Gidi gezmeye. Babasıyla. Hadi gidesin Alice. Ha? Gezmeye değilsin Alice. Oyun yok. Alice gezmeye dedi kızlar. Vallahi. Sizin babanız size yaparır gezmelere yok. Ama Ayşe'nin babası gezme yapar Alice. Ay baba. Aşkı. Ayşe maşında kızlar. Vallahi. Ayşe maşın sürüm dedim. Babamla gezmelere dedim. Ne her yerim ben. Hiç vezme de değil. Benim hiç kim vezme değil. Ha. Kodda görüm. Kun. Kodda tez ol. Dur sür. Salam güzel izleyiciler. Herkese vaxtınız salam xeyir olsun. Necəsiz? Bu kimdir? Alisa xanım. Bugün Alisa xanımla gedirik gezmeye. Hanı? Gedirik babasına paltar almağa. Alisa beğenecek paltarları. Bizlər alarıq babaya. Yaşayana. Bak ne götür. Ana. Bak babaya. Ona bak. Baba sen çeki bak. Baba sen çeki değil. Aşkım babaya paltar almağa deyirsən. Sen mama ne kadar pul veribdi. Allah paltarına bakın da bunun. Az. Ben kızım paltarlarına bakın. Babası beğenir bu paltarı. Vallahi. Tulub Baby'den. Allah xanım. Verim. Gedək uşaqlar, gedək gəzməyə. Biraz Aferin kızım. alışveriş eləyər. Maması pul verir ki, get babana paltar al. Alice. Verif. Alice alır da paltarını. Kulağı da kalıp burada. Kulağın güzel değil kulağını. Allah ne kadar güzel Getdik kızım. uşaqlar, gedək görək. Nə alırıq, nə çəkirik. İzləmədə qalaq. Dostlar, gəlmişəm evə. Gəlib görsəm nə yaxşıdır. Heç də günorta demişdim ki, gələcəm gedərik xəncər yeməyə. Siz Allah bir dənə. Buna baxın. Nə olmuşdu ki, gəlirdim də gedəcəkdik xəncər yeməyə də. Sən canım. Ben bacarıram. Sen niye qıraq da yiyək ki? Pis deyil. Süperdi. Bir dənə salamlaşaq. Salam, axşamınız xeyir olsun. Herkesin akşamı xeyir olsun. Necəsiz dostlar? Dostlar, vallahi mən bu xanıma mən bilmirəm də söz tapıram demək. Ya məni istəmir bu kafedə, restoranda çörək yeməyim. Ya onun qısqanclığıdır. Ya da birbaşa öz əlindən çıxan yemək istəyir ki, yeyək. Göz haqqınızı halal eləyin. Halal olsun sən xanım, vallahi. Hələ bax da ketçupum daha Uşaqlar, özümü çəkmirəm, qoy bunu çəkim bir dənə hazırladıqlarını. Siz Allah buna baxın. Ketçup bir dənə suyuna da baxaq bunun. Oyda, suyu da qoyub qaynamağa. Canım içi. Evet dostlar. Yeməğimizi yeyəndən sonra. Yiyəndən sonra yoxsa yeyə? Yox, yeyəndən sonra da stol çəkərik, sonra çörəyimizi rahat yeyərik. Ondan sonra qaynana gəlini haqqında, yəni çox gəlinləri haqqında da gəlini təşəkkür. Hələ ki bir dənə inşallah o birisi də gəlinləri haqqında səmimi söhbətlər, gəlini haqqında. O birisi də inşallah gələr.
Allah hər birinizin balasını Nədir gözəl sən, xoşbəxt eləsin. gözəl səni tovladıb doldurur ki, get qaynatanın yanında Estağfurullah, danılır. heç gözəlin xəbəri yoxdur vallah. Sadəcə içimdən gələn bir söhbət edərəm. Qulaq asarsınız. Döşdüyünə də nə var? Buradan hər bir ailəyə xoşbəxtlik arzu edirəm. Balaların toyunu görməyə, nəvə nəticə olmağı arzu edirəm. Yəni bizi səmimi görürsünüz, bizi mehriban gördüyünüz üçün, bizi olduğumuz kimi gördüyünüz üçün, bizə gözəl sözlər yazdığınız üçün sizə təşəkkür edirəm. Minnətdaram sizə, çox sağ olun və izləmədə qalın. Bu arada, uşaqlar, bu arada izləmədə qalaq. Boğazımdan sessiz keçmirik. Sənə bu günlərim restoran üsullu bir stol açıram. Bax. Yəni, siz bu nə deməkdir? Nəyə gülürsünüz baxıb? Hamınız baxıb gülərsiniz. Nəyə gülürsünüz? Siz nə deməkdir? Kişilərinizə aiddir bu. Bu bəzi kişilər var ha, gedir restoranda, kafedə oturur. Hazır vəziyyətdə indi Nəyə gülürsünüz ha kişilər? Nəyə gülürsünüz? Bu yerə belə yerə deyil. Bu, yəni, gedib böyrdə başda oturur yeməyik. Nəyə baxıb gülürsünüz mənə? Yəni deyirsiniz, saqqal göndərginə qoyuqlar. Hoş, nə belə sərf eləyir. Biri var gedən 60-70 manat haradasa pul verəm. Biri var 15 manatdan yola verir da bizi. Valla baxıb gülməyin mənə. Mənim günümə düşəsiz, görün mənə gülənlər sizi. Gördünüz? Bu da bibi. Suyumuz qaynayır. Su qaynayır, apardı. Yox, duzunu töküm sonra. Sən bir dənə buradan tuta bilərsən. Ay, sağ ol. Pok pok kaynıyor, pok pok. Bismillahirrahmanirrahim. Bu arvad harikalar yaradır. Olmaz abi. Fırat da suyu fırlat. Özü qaynayır. Ehtiyac yoxdur. Sonra demeyin ha. Bibinin elinden heç nə gəlmir. Gürcülər bilsə ki, bibi belə xancal bişirir. Xancal. Yəni bibinin ya zakaz verərlər ki, bir 200 dənə, 300 dənə hazıra. Sən də xəngəl də üzərinə Uşaqlar, çıxan zarafatsız var. hazırlayırıq ha. Bir manatdan birini hazırlayırıq. Kim istəsə desin. Nədir? Bir manatdan hazırlayırıq uşaqlar, ev xəngəli. 1.20'ye hazırlayırdıq, qiymətini bir salmışıq aşağı. Qiymətlər düşür, onsuz da salmışıq aşağı. Bir manatdan hazırlayırıq. 100 dənə, 200 dənə. Hazırlamışam, bəs olar. 25 dənə idi axı. Bəsdir, hə. Bir saydım, 25 idi. 25 idi yoxsa 24 idi bilmirəm. Hə. Onda səhv saymışam. Şeydir. Uşaqlar, yəni sifariş 3 gün qabaqcadan verilir. Behi də atırsınız karta. Nə çatar, nə batar. Yenə day pul. Yenə deyəcəklər bu kişi pul. Ha bu kişi ha bala pul olmasa Allah alınmır qardaş. Ona bax kepskular da hazır idi. Ay qızlar. Elə bir tip ha. Restoranda hazırlanan kepskular. Bu tomatla hazırlamısan, pomidorla. Tamam. Allah olursa. Ben sana ne diyeyim. Ben söz tapmıram demeye kızlar. Bir onu biləm ki bize bakan herkes, ister hanım, ister kişi, bey. Yani bence evinizde eləyin her şeyi, təbii eləyin. Daha güzeldir. Yox, düzdür, çölə də çıxmaq lazım. Her şey sen zan çöl rasxot deyil. Çöldə ne var? Sen çölə çıxar. Rasxotdur çöl. Düz demirəm kişilər. Yox, kişilərə sərf eləmir axı, düz demirəm. Kişilərə sərf eləmir. Kişilər də gedib pivə zad içirlər, nə zay şeylər eləyirlər. Ha, oturun evdə də. Valla.
Başlayalım. Oturun evdə. Uşaqlar, görün nətər şişir. Xan, bunu harda öyrənmisən ki sən? Keçən də pişirirdin, sən? Görün nətər şişir, uşaqlar. Şişir, bu şişirsə deməli, əsl Gürcü xəncərlə poqqullayır, buna bax. Dadı da yağın ki super olar da bunu. Dadını bilmirəm. Gördünüz qızlar. Sen karıştırma lan. Tek karıştırırlar, bunu dağılma. Gözüne. Oy. Neyse. Uşaqlar. Hazırdır bu sularımız. Hazırdır. Başlayırıq yeməyə. Deniz necədir? Super, Biz uşaqlar. haqqımızı havalayırıq. Uşaqlar, süfrənin qiymətini siz verərsiniz. Vallahi Yəni mən ev həmişə, şəraitində. Yəni, həmişə dayı işdən gələndə mən süfrəni belə hazırlayıram. Ev şəraitinin süfrəsidir. Yəni nə varsa özünüz qiymətini verərsiniz. Nə bilim. Vallahi, şükür bu günümüzə. Baxın, yəni bunu çəkib Əsas yemək odur, göstərmirik sən sizə. mənim- Yemək göstərmək deyil amacımız. Yox, Sadəcə estağfurullah. yəni mən istədiyim şeyi o eləyir, onun istədiyi şeyi mən eləyirəm. Salatı da dünən hazırlamışam. Onun bilirsiniz yəqin ki də dünən hazırlanmışdı. Yəni o istədiyini mən eləyirəm, mən istədiyimi o eləyir. Yəni mən o deyəndə ki falan şeyi ürəyim istəyir, görürsüz mən onu dəfn saat çatdırıram. Yəni bu yeməyi göstərmirik sizə. Yəni nədir ki Gürcü xəncəridir də nə var Vallahi orada? mən xoşlamıram. Yəni kafeyə getsin, hansısa yeməyə görə. Gördünüz? Yox, xoşlamıram. Yəni. Nəysə uşaqlar. Biz nuş eləyək, göz haqqınızı halal eləyin. Gördünüz, mən deyənə gəldiniz, bəzi kişilərə aiddir, bizim kimi kişilərə. Olmaz. Olmaz. Yeyin, zıqqımlanın, evdə yeyin. Hə, yeməyimizi yedik, indi də gedirik. Dedim biraz gedək Koroğlu parkına. Saat neçədir indi? 12-yə işləyir. Hə, 12 yaşlayıb. 12-nin yarısı. Hə, biraz hava alaq, həmin xörəkdir, biraz gəzək, gələk. Axşam hava almaq yaxşıdır. Onda adam rahat yatır. Sən dünən idi, sırağa gün getmişik. Dünən getməmişik də. Sən gəldin nətər yatdın? Dünən idi. Yox, sırağa gün. Gəzəndən sonra Əslində rahat mən- olursan. Əslində mən yoruluram, belə də yoruluram usta. Ayağım ağrıyır. Hə, yorğunluq başqadır. Ha, bu xəmir xörəyindən sonra yatmaq olmur da. Daha çox yorğun idi. Yenə də dedim, yox, gedək. Bir hava alaq, gələk. Sən bilsən ki, ayaqların ağrıyır. Maşın sürürsən, qaz, tormoz, belə yəqin ki, ona görə. Bəlkə də. Ya da revmatizman var. İndi burada bizi izləyən həkimlər yağım var da, bizə deyərlər, niyə ayağım ağrıyır mənə? Hər gün ağrıyır, özdə mənim ayağımda qızdırma olur. O qızdırma məncə ürəklə əlaqədar. Oh! Ürək gedib evləyir. Bir də Evet, ki, ürəyimə nə sonra sinir. eləyər? Allah eləməsin. Allah eləməsin. Dostlar, gəldik gəzməyə. Bu da bir telefon televizyonu. Xəmir xörəyini yeyib, Bir də gəzişmək lazım. çıxdıq gəzintiyə, gecə gəzintisinə. Ah, nə gözəl hava var. Lazımdır da. Təmiz hava, gəzmək. Biz nə varıq? Yaşlaşırıq. Yaşlaşırıq. Qocalırıq. Bilirsən orada bir nəfər nə yazır? Nə yazır? Sənə 49 yaş verirəm.
sana. Ya biri laf 60 neçə yaş yazmışdı. Yaxşı. Kim idi o 60? Kim idi o 60 yaş yazan? 65 yazmış, ne yazmıştı? Hansı ifriteydi onu Bibi'ye yazmıştı? Bibi'nin kalbi kırılır. Kalbim kırıldı. Ha? Aylin, bir tane dersen Aylin kızımız var idi. Onun adını çəkməyimizi istemiştiler. Aylin qızımıza buradan salamlar. Aylin idi səhv eləmirəmsə. Onu öpürük. Bilmirəm neçə yaşı varsa Allah ömrü versin. Allah xoşbəxt eləsin. İnşallah hamınızın yazdığını oxuyuruq. Hamınızın yazdığını oxuyuruq, bir oxuyuruq. Özdə görürsünüz orada Deməli- kalp koyuram orada, kırmızı kalp. Hə, əsas məsələyə keçək. Bugün ne düşürsən? Hə. Hə, Ha. Nurman, əsas məsələyə keçək. Deməli bir nəfər mənim TikTok səhifəmdə yazıb ki, gəlini 5-10 manat pul verir, ona görə də yazıq qaynana bilmir neynəsin. Hı. Susturur. Birincisi əzizlərim, əziz izləyicilər. Mənim Allaha şükür, yoldaşımın canı sağ olsun. İkincisi də ki, balalarım sağ olsun. Gəlinim Deyən sağ görüm. olsun. Hə, nə deyirdin? Yarımçıq qaldı. De görüm. Hə, buradan bildirmək istəyirəm ki, yəni mən o valideynlərdən deyiləm ki, yəni səmimi məni tanıyanlar da yenə bunu vurğulayım ki, yaxşı tanıyırlar ki, mən necə bir insanam. Yəni burada ekranın önündə necəyəm, insanların içində necəyəm, həmən insanam, heç bir dəyişikliyim də yoxdur. Yəni buradan bildirmək istəyirəm ki, hər kəsin fikridir. Hörmətlə yanaşıram yazışına da, verdiyi fikirlərə də. Sağ olsun, yazıqdır. Amma vurğulamaq istəyirəm ki, vallah mənim ehtiyacım yoxdur. Mən o valideynlərdən deyirəm ki, nəyəsə xatirinə, nə bilim, evladıma yaxınlaşım, gəlinimə yaxınlaşım, ay nəvəmə baxım, xeyr. Mən nənəyəm, mən anayam. Mən evladıma baxmalıyam, borcumdur. Mən bu günlərin mənəvi olaraq maddi kömək eləyə bilmirəmsə, deməli mənəvi köməyim dəyməlidir. Bir valideyn axıra kimi evladının yanında dik dayanmalıdır ki, o evlad özünü güvənli hiss eləsin. Başa düşdünüz məni? O gəlin, o evlad özünü güvənli hiss eləsin. Bilsin ki, arxası var. Hər dəqiqə Allah eləməsin bütrəyəndə onun valideynləri var. Mən də maddi gücüm çatmasa da mənəvi arxasındayam ki, gedin siz nə qədər mən sağam. Gedin hərəkət edin, qabağa gedin, irəliləyiş edin, özünüz üçün həyat qurun, Şagat eləyin, şagat. Ona görə də çox xahiş edirəm, yazanda diqqət edin. Hansı, o nə deməkdir? Mən evladıma baxıram. Kimdisə o qurtluq da o. Hə, gəlinimdir, sağ olsun. Gedəndə paltar alır, gətirir mənə. Harasa gedirsə özünə paltar almağa. Almasa da sağ olsun, alsa da çox sağ olsun. 1000 dəfə, milyon dəfə də deyirəm ki, Allah 1000 qat əvəzini versin. Qızımdır, evladımdır. Düşünürsə, fikirləşir ki, bunu eləmək lazımdırsa, təşəkkür edirəm, sağ olsun, amma borcu deyil. Niyə borcudur ki? Mənim borcumdur ki, onlara nə isə eləyim. Onların borcu deyil. Niyə evlad kimi onun da borcudur? Dünən, məsəl üçün, heç mən bilmirdim o mənə telefon alıb, çox sağ olsun. Yox, evlad kimi onun da borcudur. Nədir ki, mən o valideynlərdən deyiləm ki, mən təmənna güdüm. Görürəm da valideynləri təmənna güdür, nə bilim, uşağım niyə mənə bunu eləmədi, onu niyə eləmədi, xeyr. Bir valideyn kimi evladlarımızın arxasında duraq. Valla gəlinlərimizi sevək ki, onlar da o sevgini uşağına, yoldaşına ötürsün. Məndən yaşlılar buradadır, məni bağışlayın. Bəli, bağışlaya Yəni, bilirsinizsə bağışlayın bizi, təsdiqləyəsiniz. təsdiqləyin. Yorumlarda gözləyirəm sizi. Yəni bunu YouTube'da yazmıyıblar, TikTok səhifəmdə yazıblar ki, yazıq qaynana. YouTube'da bizə pis şey yazan yoxdur. Niyə yazıq oluram? Şükür Allaha, məni sevən, mənim nətər deyim, arxam, dayağım, yoldaşım Mujik var, mujik. Evlatlarım da sağ olsun öz yerində.
Əla. Sənin də nə sözün var? Mən heç nə, mən sözümü sən demirsən də, sən deyirsənsə mən təsdiqləyirəm. Valla. Diqqətli olun. Bir də ki, bizi qərib ölkədən izləyən həmvətənlərimiz, sizə buradan qucaq dolusu Azərbaycan öpücüklərimi göndərirəm. Kokusu Vətənimizə ötürdüm sizə. salamat gələsiniz. Allah hər birinizi qorusun. Hər birinizə can sağlığı. Nətər deyim, pis insanlardan, nəfisdən, gözdən uzaq olmağı arzu Amin. edirəm. Amin. Hər biriniz bizim üçün əzizsiz. Gözəl Amin. izləyicilərimiz. Siz qərib ölkədəsiz. Allah sizlərin üstündə olsun. Allah sizləri qorusun. Amin. Hə dostlar, biz Yorulduk. gəzdik, yorulduq. Bu arada videomuzu akşam paylaşacağıq. Sabah inşallah baxacaqsınız. Yorumlarınızı gözləyirik. Gözləyirik. Kanalımıza, əsas odur kanalımıza abunə olun. Abunə olun. Əsas odur. Bəyənməyi Kanalımıza abunə olun, unutmayın. bəyənin, yorum yazın, like eləyin. Hər biriniz ayrı-ayrı. Yəni olsa YouTube'a aid bizim nə üçün varsa hamısını əzizsiz, eləyin. Gözəl izləyicilər. Hər biriniz ürəksiz, sevirik sizi. Bu da bizim simvolumuzdur. Onu nətə tutduq, mən istəmirəm. Hə uşaqlar, nəsə, hamınız bundanıq. Belə. Hə, nəsə, ondan Gecəniz öpürük xeyrə sizləri, qalsın. gecəniz xeyrə qalsın. Üzünüz xeyirli sabahlara açılsın. Videolarımıza az baxırsınız, ey Allah uşaqlar. hər birinizi qorusun. O boyda video çəkirik, az baxırsınız. 7000, 8000, 20000, 30000. Baxın da baxış gəlsin, izləyici olsun. Biz də görürsüz, bax çıxırıq, sizin üçün videolar çəkirik. Yəni sevirsiniz ki, çəkirik də. Sevməsəz çəkmərik, bəyənməsəz çəkmərik. Çox olsun, çox bəyənin, biz də çox çəkək. Öpürük sizləri. Öpürük sizləri. Hələlik.